Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səviyyəsinin dəyərli izləyiciləri. Çoxdandır video hazırlamıram, səhhətimlə bağlı problemlər var, bilirsiniz. Sizlər üçün həqiqətən darıxmışdım. Bu videonu hazırlayıram. Hava şəraitinin dəyişilməsi ilə bağlı. Bu gün ayın 27-si dekabr, axşam və gecə saatlarında yenə də qısa müddət havalar dəyişir. Yenə də həmin qısa müddət hava dəyişilmədən biridir və ayın 27-si axşam və gecə saatlarından etibarən 28-ci günün ikinci yarısı axşama doğru vaxta kimi ölkə ərazisi yenə də hava şəraiti dəyişir. Yüksək dağlıq və dağətəyi bölgələrdə sulu qar və qar, Bakı Abşeron yarımadasında bir qədər şiddətli külək əsməsi və bəzi yerlərdə yağıntılar olması, yağıntılar prosesindən asılı olaraq Bakı Abşeron yarımadasında sulu qar və qarla qarşı olması gözlənilir. Hələ ki, bu ay ərzində Bakı Abşeron yarımadası örtü yaradacaq güclü qar ehtimalı yoxdur. Ümidimiz yanvara qalıb, ay sonundakı sistem isə bir qədər zəifləmələr var və Naxçıvan Muxtar Respublikasının xüsusilə qeyd edim, Naxçıvan Muxtar Respublikasında bu prosesdə çox güclü soyuqların gəlməsi gözlənilir. Ayın 28-i Respublikamızın dediyim kimi Naxçıvan Muxtar Respublikası bəzi qərb bölgələri, şimal və şimal-qərb bölgələrində lerik və həmçinin yardımlıya qar yağması gözlənilir. Digər bölgələr isə yağıntılar əsasən yağış şəklində olması ehtimal olunur. Çox təəssüf ki, bu proseslər qısa-qısa gəldi və parçalandı və cənub küləkləri imkan vermədi. Əks halda çox uzun müddətli bir soyuq hava kütlələri bizi gözləyirdi. Yenə də qışımız qabaqdadır, ümidimizi üzməyək. İnşallah hər şey daha yaxşı olacaq deyirik. Sistemləri izləyirik və canlı yayımda mümkün qədər olacaq və izləmələrdə bizimlə bərabər qalın və səhifəmizi takib etməyi unutmayın. Sizləri çox sevirəm, yaxşı ki varsınız.